Salam hörmətli izləyicilər, gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib. Tədbirdə gömrük biznes tərəfdaşlığının gücləndirilməsinə xidmət edən, sahibkarlarla qarşılıqlı müzakirələrə əsaslanan bu cür platformaların əməkdaşlığın qarşılıqlı etimad, açıq və şəffaf dialoq prinsipləri əsasında qurulması baxımından əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin fəaliyyəti ilə bağlı videoçarx, həmçinin gömrük əməkdaşları tərəfindən etibarlı tərəfdaş konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Daha sonra görüş paneli müzakirələrlə davam edib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb. Naxçıvan Baş Gömrük İdarəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunan təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının anlayışı, təsvirləri və insan sağlamlığına təsiri və digər mövzularda təqdimatlarla çıxış ediblər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən etibarlı tərəfdaş konsepsiyasının tədbirlər planına əsasən Dövlət Gömrük Komitəsində aidiyyəti dövlət orqanları ilə görüş keçirilib. Görüşdə səlahiyyətli iqtisadi operator statusu üzrə normativ bazanın təkmilləşdirilməsi, bu istiqamətdə dövlət dəstək mexanizminin formalaşdırılması və digər məsələlər müzakirə olunub. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə təcili allergologiya və kəskin toksikoallergik vəziyyətlər, diaqnostika və müalicəyə müasir yanaşmalar mövzusunda elmi-praktik simpozium keçirilib. Panel müzakirələrdə mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb. Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarında fəaliyyət göstərən əməkdaşlar üçün gömrük prosedurlarına dair təlim keçirilib. Təlim zamanı iştirakçılara gömrük nəzarətinin məqsədi, mərhələləri və istiqamətləri, gömrük nəzarəti zamanı bələdçilərin davranış qaydaları, baqaj nəzarəti, qadağa və məhdudiyyətlər və digər məsələlərlə bağlı xüsusi təqdimat əsasında məlumat verilib. Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən kompleks gömrük nəzarəti və əməliyyat axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb. Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki gübrə yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilən 1.500.000 manat dəyərində 1000 karton qutuda 10 milyon ədəd Boston markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılıq faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb. Hörmətli izləyicilər, sizi qarşıdan gələn Qurban Bayramı və Müstəqillik Günü münasibətilə təbrik edirik. İcmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.